Bu yaz şeyini çıkarır Hint koyukları. Gece vakti olar çıkılmazdı. Komşular köştü. Ben ağırmalıyım, kışkırmalıyım, bakmalıyım, görüm tüyğüm niye kışkırır? Gece horozları niye kışkırır? Peki Türkçe gelip girir. Yok, girmiyor, həyətdədirlər. Həyətdə işıq yanır. Kameradan baxıram kaka. Heç nə yoxdur. Hint toyuqlarının adətidir. Onlar 7-24 saat kışkırır. Toyuq dövləmin verdiği sesardı. O çilli olur ya, buynuzlu. Eti de kapkar olur ya, onlar. Onlardan da saklayacağım bana. Bir de uşağıydım. Qonaq getmişdim. Aşkarası pişmişler. Onun etini vurmuşlar onun altına. Yaman şirinliydi. Onu qıraldım sağladım ki aşk kızartmışlarını onun altına koymağa. Ne çok nilemez ne? Onun kebabı çok güzel. Pişireceğim de ona. O çağımeta yorulmuşum. Azajdılar ya ona göre yiyeceğim. Cücələrim açtı, gideceğim oraya, yediklerin yerine. 1-2 saat orada kalacağım, gördükler. Toyuqlu xoruz. O göstermeyi ah xoruzunu. Bax o. Tuttum kestim. Spama getdim bana o gün. Ama videosunu çekmişəm. Şey atacağım YouTube kanalıma. Sağ ol. Sen getirsen. Emin gelmiyor, görsenmiş. Değil buradadır. Oradan durum bana bakır. Verdiği ev değilsiz, Emin verdiği ev. Proszę producerim. Arzu. Niye incin ki? Prosu çarşı heç kimə yaxınlıq eləməyəcəm. İstər qızdan, istər oğlanla. Gəlirlər burada danışırıq, sabitlik, örgəşirəm, bir ailə oluruq. Örgəşirəm, çox istəməyə başlayıram, sonra çıxıb gedirlər, başa düşsən, adamı tərk edirlər. Sonra özümü tənha qalmış kimi hiss edirəm. Heç ki mənim xətrimə dəyməyib.
Deməli, danışdım da sonra yığdım. Yatmışdım, səslər mazəyə bilmişsiniz ki, mən bir ikidə duram yuxudan. Şey değil, şirəli değil, xoruz. Çil xoruzlar həmişə tatlı olur. Bir de qarafərə. Niye yemirsən çay fərq gətirərəm qaka, Allah hamd olsun gətirərəm. Ama yadıma sal. İndi Bakıya gələcəm. Tabii bilmirəm pişirmək nətər olacaq, da evdəki dadlı pişirə biləcəyimi, nə ayıracağımı torasını bilmirəm. Mən sənin üçün gətirərəm 2 dənə. Qışda da ördək gətirərəm. Mən canlıda deyəcəm sağa. Ki mən elə bir baxasan, elə azdan çoxdan gəlib baxsan. Deyəcəm uşaqlar səhərəsində Bakıya gedirəm. Onda mənə sən gəlir, mən nə əlaqəsi saxla, çoxanım yadıma sal. Az ətdir, bu şey deyil, bambalar, xoruzun əti yapışıb burama. Görmürsünüz, kartofdur. Deyib burnunu təmizlə. Burun kriz adam ki, burnunda axa. Deyildim, ağzımı buranın kartofu yapışdı burama. Fırda bunu təmizlə. Tepene. Tatlı tatlısı. Katacağım bunu biznesine. Komşumdan. Özün pişirsen yok. Halamın baldızın küreği işe pişirir. Kim pişirecek be? Benim evimde kim olur? Benden başka kim yaşayır? Hiç kim. Yo ben komşum, ben reklamlarım olur da komşumdan biznesini kuracağız. Komşumdan biznesini kuracağız. Sopalarım. Komşum işsizdi. 37 yaşında gəlindi. Dedim git məşğulluğa. Hani kömək edeyim onu titrəcəm oradan. Özüm dikəcəm. Dedim bir 3000 dənə yumurta inkubator versin, yumurta tutan şey versin. İnkubator versin. Yumurtalardan pasajırsan çıxardacağız, saxlayıb yekəldəcəyik ikimiz şərikinə. Tutaq ki siz istəməyəsiniz, deyə yeyirəm. Xoşlayırsınız ki gəlsin şey, mağda çopa deyirsiniz göndər. Kartımızı platasdan yolu təmizləyib, təmizləməyin pırnarı, yoracam təmizləyəcəm, qoyacam maşına, avtovazını yola salacam, pişirib yersiniz. Gözünüzün qabağında canlıda. Onun biznesine keçəcəm. Laf için. Valla işimin gücümün adı nedir? Oturacağım evde saklayacağım komşumdan. O da bacarıklı kadındı. Da ne istiyorsan, ne istemezsin. Dersiniz ki iş yok, işlemsin. Bütün gün dersiniz ki otursan burada. Boş bekar. İş tapışlar. Bu da iş. Dırı çok sana bırak. Tek video paylaşacağım. Diyorum kim çok istiyor yazsın. Zengelesin ömrüme. Sağ ol Dırı. Geyi sağda olsun. Cahangir Orxan deyil, əlaqə saxlaya bilər. Sazəsi olmuş. Cahangir Orxan kimdir o? Vilka yoxdur, mən Vilkanı yiyənmədəm. Mən Fransa bəyi olmamışım.
Afiyet olsun. Necə duram? Dünən pişirmişəm xoruzu. Elə dadda pişirmişəm ki, qəşəng. Bir illik xoruzuydu. Hacım qaqana, hələ mənim yeməyimin vaxtı yoxdur. Biraz yatırlasam. Bir pide çörek gitti. Sabah aş pişir. Yok yok kadınım, ser sos pişireceğim. O limonsuz otağı boşaltacağım. Cəbələri götüreceğim. Ət bərtdə elə bərtdə. Çünkü koymadım 20 dakika kaynasın. Elə attım kasana soğan çayla pişirdim. Ama 20 dakika kaynamalıydı bu et. Sen kişisen yoksa qadın. Mən nəyəm? Bir mənim üzümə diqqətlə bax gör nəyəm? Doymadan hələ yox. Ətin yeməliyəm də boşqabı sıvırdım. Bax, yumuşamış, yumağa ehtiyac yoxdur, sıvırmışam. Pişməyib. Hə, pişməyib, çiçi yeyirəm. Sümükləri küçükdən atırsan. Yox. Sümükləri küçükdən atırsan, yığışalar darvazamın ağzına. Ağzımın yaxına baxayım. Yığışalar darvazamın ağzına. Deyən, hə, mənim dedim, gözəl göçək bir qadındır. Gözəl göçək bir qızlara qadın olmayıb. Arada bir dənə eləyir, nəzik səsindən, keçidən, bu boyda, iddia yığışır qapının ağzına ki, o bir şey laparalar. Kimsə usta gələn kimi qışqıram üstünə. Ki, ayüstü o qapını çıxanda ört. İtim əldən gedər. Mən onu gözüm kimi qoruyuram. Allah, necə tatlıdır. Tövq əti hormonları artırır. Bax, yalansa başın batsın tövq əti hormonları artırırsa. Bu tövq əti deyil, yekə xoruz ətidir. Tabii kişiliyimizi gücləndirir. Niyə deyirlər ki, kimsə gedir həkimə deyir, mənim kişiliyim zəifliyib. Həkimə deyir, niyə? O da deyir, nə bilim, niyə? Deyir, xoruz əti ye. Amma xoruzun bu bir illikdir. Deyir, 3-4 yaşlı, 3-4 illik xoruz ye. Eşitməmsən o sözü? Bəzi kişilər, 60 yaşında kişilər niyə qoca xoruz, 3-4 illik xoruz əti yeyir? Kişiliyi güclənsin deyə. Sən ki, mənə gəlsin, az. Yo, satmamışam, yemin. Yeşin içində. Bugün Bakıdaydın. Hə, bugün Bakıdaydım. İndi qayıtmış gəlmişəm. Uçdum, gəlmişdim Bakıya. Gəldim, çıxdım. Telefon evinə yazır. Sabahdan bəziləri heyvan bazarından əlindən xoruz çıxar. Əlində xoruz çıxar da. Yo, həyatı düzdür. Telefon evi əvvəl nöqsanın problemi zaten varsa, korumak 3-4 ildə xoruz yeyir. Bax, indi mən ona doktorum, sən anaydan soruşacağım. Ne görünüyor diyeceğim az robortuma. 3-4 illik ha 3-4 illik xoruz yeməlisiniz. Düz əti daşqın olacaq, qafqara olacaq. Amma yeyin. Şükür ağasın az qarnlarda durur. Məndə problem var. Ne bileyim. Qoy bir sağa baxım. Yox, yoxdur.